çox böyük mənəvi ağırlığı var. Cinayət Məcəlləsinin 20-ci maddəsində qeyd olunub ki, cinayət məsuliyyətinə cəlb etmə imkan verən yaş 16 yaşdır. Lakin müəyyən cinayətlər var. Bəziləri çox bilmirdilər, o tezəlikcə şagird müəllimini vurmuş deyə silahdan idrak. Deyirdilər ki, biz bunu tutmayacağıq. Dedim, mən nətər tutmayacağıq? 14 yaşında bu ölümə cəhddir. Yəni adam öldürməyə cəhd eləyib bu adam. Onu təbii ki, saxladılar. Yəni müəyyən cinayətlər var. 14 yaşından subyekt yaradır. Amma yetkinlik yaşına çatmayanların bizdə hesab olunur 14 yaşından 84-cü maddəyə əsasən 14 yaşından 18 yaşınacan yetkinlik yaşına çatmayanlardır. Mən hesab edirəm ki, bizim cəmiyyətdə indiyəcən bəlkə də çox pis, hamısı yox da təbii, ailələrdə yaxşı tərbiyə vermirlər. Ona görə belə bir faciələr baş verir ki, uşaq gedir kimisə vurur və s.